edin ki, bu əlimə qaynar bir su tökülüb. Tökülən bu su əlimdəki dərini yəqin ki, çox pis yandırmış olacaq. Burada bir yara yaranmış olacaq. Lakin mən bu hadisəyə əhəmiyyət vermək istəmədiyim üçün, bu ağrını görməzdən gəlmək istədiyim üçün qalın bir parça ilə əlimi bağlayıb bu yaranı örtbasdır etməyə çalışıram. Və bu şəkildə həyatıma davam eləyərkən, bəlkə mənim öz əlim və yaxud da başqa birinin əli və yaxud da elə yeriyərkən əlim təsadüfən başqa bir yerə dəyir. Bu zərbə, alınan hər hansı bir zərbə orada yara olduğu üçün yəqin ki, məni çox incidəcək, çox canım yanacaq, ağrıdacaq. Bu şəkildə bu yaranın sağalmasına icazə vermədiyim üçün, yəni onu heç açıq belə qoymadım ki, yəni hava dəysin, heç olmasa öz-özünə yaxşılaşsın və yaxud da heç bir mərhəm çəkmədim. Tamamilə görməzdən gəldim. Lakin oradakı ən kiçik bir zərbə çox böyük bir inciklik, bir narahatlıq hissi yaratdı. Halbuki eyni zərbə buradakı sağlam dərimə, sağlam əlimə təmas etsəydi, yəni həmin zərbə bu əlimə gəlsəydi, yəqin ki, mən ondan o qədər də təsirlənməyəcəkdim. Lakin burada sağalmayan, hələ də o narahat olan bir yara, bir yanıq izi olduğuna görə, ora dəyən ən kiçik bir zərbə belə çox böyük, şiddətli bir ağrı yaratdı. Əslində, psixolojik yaralarımız, travmalarımızda məhz belədir. Psixologiyamızda dərin izlər qoyan müəyyən hadisələr var. Və bu hadisələr görməzdən gəldikcə, sağalmasına icazə vermədikcə, onların üzərində işləmədikcə, görməzdən gəlməyə çalışdıqca, o bayaq yaranı o qalın əski ilə necə ki örtdüm, o cür davranaraq o yaranın sağalmasına icazə verməyib, alınan hər hansı bir zərbədə daha çox incitməsinə səbəb olur. Yəni, bu psixolojik travmalarınızla bağlı ən kiçik xırda bir hadisə, onu xatırladacaq, o yaraya toxunacaq, ən kiçik bir anda belə canınız çox yanacaq, sizi çox narahat eləyəcək və bəlkə də həyatınızdakı funksionallığı pozacaq. Burada edilməli olan şey həmin o yaranı sağaltmaqdır. Bəlkə mərhəm çəkmək, bəlkə onun hava almasına, baxılmasına, şəfqətlə, anlayışla yanaşılmasına bəlkə ehtiyacı var o yaranın. Psixolojik yaralarımız da əslində məhz belədir. Terapiya prosesi də əslində psixolojik yaraların sağalmasına dəstək məqsədi daşıyır. Yəni, yaşadığımız o travmalar, ağır mənfi yaşantılar terapiya prosesində sanki yaraya mərhəm çəkirmiş kimi zamanla o yaranı sağaltmağı hədəfləyir. Və əgər belə bir hadisə yaşamısınızsa, sizi incidən, yaralayan, müəyyən ağır yaşantılarınız olubsa və hal-hazırda həyatdakı funksionallığınızı pozursa, o halda bir psixoloqa müraciət eləyərək terapiya prosesi vasitəsilə o sahib olduğunuz yaranın sağalması üçün addım ata bilərsiniz. Bu şəkildə o yaranız sağaldıqdan sonra bəlkə də indi sizi incidən, narahat eləyən, bəlkə bəziləri üçün sıradan hadisələr artıq sizin üçün də daha normallaşmış bir vəziyyətə gələcək. Həyatında çətinlik çəkən hər kəs çəkinmədən terapiya ala bilər.